Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Mən Xəyyam müəllim. Bugün MİQ vakansiya seçimi barədə danışacağıq və sizi düşündürən hər məsələyə toxunmağa çalışmışam. Hər hansı bir sualınız yarandığı təqdirdə şərh bölməsinə qeyd edə bilərsiniz. Demək, müəllimlər yenə də eyni qayda olaraq birinci şəhid ailə üzvləri seçim edəcəklər. İkinci turda H1, H2 faktiki yaşayış yerinə uyğun seçim açılacaq. H1, H2 barədə kiçik məlumat vermək istəyərdim müəllimlər. H1, H2 ərazinin ucqar olması demək deyil tam mənada. Bu, həmən kəndin aid olduğu rayon mərkəzindən nə qədər uzaqlığı ilə bağlı bir məqamdır. Təbii ki, bu H1, H2 olan kənd ola bilsin ki, rayon mərkəzindən çox uzaqdır. Lakin yolu əlverişlidir, şərait gözəldir, inkişaf etmiş bir kənddir və yaxud qəsəbədir, məktəb böyükdür. Lakin elə bir H2 də ola bilər ki, bu tam ucqar bir yerdə yerləşir, uşaq sayı azdır, iqlim, relyef heç cür əlverişli deyil. Bu məqamları dəqiqləşdirmək üçün artıq hər bir insanın müəyyən qədər, belə deyək, ara-ara tanışlıqları var və yaxud da ki, xəritələrlə biz bunu müəyyən edə bilirik ki, hər mənada diqqətli olmaq lazımdır müəllimlər. Verdiyim məsləhət bundan ibarətdir ki, burada əgər ki, potensial axtarırsınızsa, balınız ola bilsin də aşağıdır. MİQ-də savadlı bir müəllim aşağı bal toplaya bilər müəllimlər. Bu qaçılmaz bir haldır. Çünki orada bilik bacarıqdan daha çox emosional özünü idarə etmə, yəni həyəcanını idarə etmə tələb olunur. Yəni bu cəhətdən potensial olaraq işləmək istəyirsinizsə, ümumi orta məktəb görəcəksiniz. Bu 9 illik məktəb deməkdir müəllimlər. Bunu nəzərə alın. Burada uşaq sayı az ola bilər, dərs saatı az ola bilər. İlk il az olub, sonra çoxalar, arzusuna gedərsiniz, sonraki ildə çoxalmaz dərsiniz. Yəni, belə məqamlara diqqət edin. Getməyəcəksinizsə, işləməyəcəksinizsə və yaxud da çətinlik yaşamaq istəmirsinizsə, seçim etməyin. Sonra, gələk digər məqama. Üçüncü turumuz, buna deyək normal tur. Nədir burada? Həm H1, H2-dən qalan yerlər, həm də ki, qəsəbə, şəhər mərkəzləri, Bakı, Sumqayıt, Abşeron və s. ərazilər hamısı çıxır və biz daimi əsaslarla vakansiya seçimi edirik. İlk 3 turu təbii ki. 4-cü tur müqavilə ilə olur müəllimlər. Seçim müqavilə turu deyirik biz buna. Artıq neçə illərdir ki, yalnız bir tur olur seçimlə müqavilə turu. Sonraki turlarda zənglərlə çağırılır. Burada da bir əsas məqama toxunmaq istəyirəm ki, müəllimlər, əgər ki, kurikulumdan keçid balını toplamamısınızsa, bu o demək deyil ki, siz işləməyəcəksiniz. Siz zənglə çağırıla bilərsiniz. Hətta ilin ortasında belə bu baş verə bilər. Yəni, hər hansı bir müəllimin yaşı tamam olur və yaxud da ki, sosial məzuniyyət yeri olur və s. məqamlar yaranır ki, siz çağırıla bilərsiniz. Oturduğunuz yerdə zəng gələ bilər, amma deməyin ki, uğur özü gələcək və yəni bəzən gəlmir. Biraz da təbii ki, aid olduğunuz təhsil sektorlarına yaxınlaşaraq mən varam. Keçid balını keçməsəm də bu qədər balım var. Yəni, lazım olduğum təqdirdə işləməyə hazıram demək, xatırlatmaq lazımdır müəllimlər. Təbii ki, orada sıralama görsənir. Çox vaxt elə böyük faizlə özləri zəng edirlər. Belə, bəs seçim zamanı nəyə diqqət etməliyik? Müəllimlər, bu vakansiya seçimi abituriyent seçimi deyil. Burada sizə kimsə 100%-lik, belə deyək, faiz etibarı ilə hər hansı bir zəmanət verə bilməz. Amma təbii ki, ola bilsin ki, kimsə daha təcrübəlidir və s. sizə müəyyən qədər istiqamət verib, sizi düşmə ehtimalınızı artıra bilər, hətta 20-30% artıra bilər. Bu mümkün haldır. Burada nədir məsələ? Deyək ki, siz tarix fənnindən 600-cü yerdəsiniz. Təbii ki, yerdə çıxır ən maksimal düşünürəm ki, 100-150 ola bilər bir fəndən. Ya olmaz, belə bir şey olur. Tamam, deyək ki, 150 çıxır və 600-cüsüz. Bu demək deyil ki, siz lap 800 deyək müəllimlər, biraz da artırın. Düşməyəcəksiniz. Təbii ki, düşmə ehtimalınız azdır. Amma burada sizin qarşınızdan çıxan müəllimlər var. Bunlar hansı müəllimlərdir? Onlar sadəcə imtahan veriblər, işləyən müəllimlərdir, özlərini yoxlamaq üçün və sıralamanı tuturlar. Amma seçim təbii ki, etməyəcəklər. Elə müəllimlər var ki, tam yaşadığı kəndmi, qəsəbəmi, onun 100 metrliyində işləmək istəyir. Başqa yerə çıxa bilməyəcək. İstəmir. Bunlar da sizin qarşınızda dururlar, balları yüksəkdir. Amma seçim vaxtı çıxacaqlar. Digər məqam nədən ibarətdir? Elə müəllimlər var ki, onların istədikləri xüsusi ərazi var, rayon var, məktəb var. O məktəb vakansiya verməsə, onlar da seçim etməyəcəklər. Yəni, bu cəhətdən də onlar da sizin qarşınızdan çıxırlar. Və burada bilə bilmədiyimiz bəzi məqamlar var ki,
Onlar da, o müəllimlər də sıradan çıxa bilirlər. Hər hansı bir müəyyən səbəbdən imtahanı verir, işləməsi alınmır və s. və s. Yəni hər zaman şans var. Təbii ki, biraz şansınız daha azdır. Digər məqam nədən ibarətdir müəllimlər? Vakansiya seçimində biraz dolaşıq məqamlar da var. Təbii ki, müəllimlik müqəddəsdir, amma bu yola gedəndə burada rəqabət olduğu üçün təəssüf ki, bu müqəddəslik sonuncu, hətta sonuncunun sonuncu planına düşərək belə məqamlar yaranır ki, deyək ki, bir aşağı ballı müəllim öz qohumundan, eyni fəndə olan qohumundan, yüksək bal toplayan qohumundan və yaxud da ki, qrup yoldaşından və yaxud da ki, hazırlıq yoldaşından xahiş edir ki, sən filan məktəbi yaz, oranın çox bal görüb yazmasınlar, oranı mən seçim və yaxud da ora müqaviləyə qalsın, gəlin mən bir də hazırlaşıb ora düşərəm. Mən bu haqda çox düşündüm, haqq verməyə çalışıram ki, insanların həqiqətən də arzusu var və bal toplaya bilməyəndə artıq nə edəcəyini bilmir. Amma mən düşünürəm ki, bu insan da düşünməlidir ki, bəlkə başqa birinin də oraya ehtiyacı var və səndən daha çox ehtiyaclıdır və səndən daha çox sosial problemləri var. O cəhətdən çox istədim, haqq verəm, haqq verə bilmədim. Düşünürəm ki, bu çox-çox səhv məqamdır. Hətta mənim bu videomdan sonra belə, əgər elə insanlar var ki, düşünürəm ki, böyük bir faizi bu işdən əl çəkməyəcəklər, bunu edəcəklər. Ona görə də müəllimlər, onsuz seçim barədə danışacağam. Hansısa yeri istəyirsinizsə, oradan tam qaçmayın. Yəni şansınız həmişə var. Ola bilsin ki, oranı hansısa müəllim seçib, amma son anda öz seçimini götürəcək. Yəni saxlamayacaq. Orada qoymayacaq. Belə. Və seçim edərkən nə edirik? 8 yerdir müəllimlər. İlk 2 seçimə biz yazırıq düşmə ehtimalımızın az olduğu, amma istədiyimiz yerlər, 2 yer. Sonraki 3, 4, 5-ci yerlərə, daha doğrusu 3, 4, 5 və 6-cı yerlərə biz yazırıq deməli tam düşəcəyimizi güvəndiyimiz yerləri. Yəni güvənirik. Ən son 7-ci, 8-ci yerlərə isə artıq nə olur olsun, müvəqqəti iş yerim olsun, işləyim, sonra oradan imtahan verərəm, gedərəm dediyimiz yerləri yazırıq. Bax, bu seçimi bu formada biz tənzimləyirik. Və bacardıqca çalışırıq ki, tez-tez öz səhifəmizə girib, o balların yazılma ardıcıllığını, düzdür, tam izləmək olmur, amma müəyyən qədər izləmək olur, lazımdır. Faktiki yaşayış yerinə bağlı yəqin ki, çox müəllimlərimiz zəng edib 146-ya məlumat veriblər ki, onların faktiki yaşayış yeri dəyişdi. Bu müəllimlər də deyək ki, seçiblər Hacıqabulu. Ola bilsin ki, yaşayış yerini dəyişib Hacıqabula, seçim yoxdur və yaxud da seçim var, yazıb düşməyib. Yenə də növbəti turda iştirak edəcək və yaxud da var, xoşu gəlməyib, seçməyib, yenə də növbəti turda iştirak edəcək. Amma seçib getməsə, artıq bu onun üçün problemdir təbii ki, seçib getmək olmaz. Seçibsə ümumiyyətlə belə deyək ki, növbəti turda onsuz da iştirak etməyəcək, seçib düşübsə, növbəti turda iştirak etməyəcək. Amma seçib düşməyibsə, növbəti tur onun üçün açılacaq. Belə müəllimlər, hər birinizə uğurlar arzulayıram. Yenə dediyim kimi, bu MİQ imtahanı tam olaraq müəllimin aşağı bal toplaması onun hər hansı bir savadsızlığının göstəricisi deyil. İmtahana hazırlaşarkən çalışın ki, həm də hisslərinizi, emosiyalarınızı, həyəcanınızı belə deyək, alt etməyi öyrənin. Onları üstələməyi, onlara hakim olmağı öyrənin. Ən əsas məqam bundan ibarətdir müəllimlər. Hətta mən deyərdim ki, bir müəllimin imtahan üçün savadı, hazırlığı 50 baldısa, emosional tənzimləyə bildiniz sözünüzü 65 bal toplaya bilərsiniz. Yəni 15 bal belə artıq bal toplaya bilərsiniz. Hər birinizə uğurlar. Bir sualınız yaranarsa şərh bölməsinə qeyd edə bilərsiniz.